Hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün isə yayın ən isti günündəyik və bugün Drive Show'nun tədbiridir. Time Attack olacaq, Drift olacaq və yenə də mən Xosrov olaraq sizlər üçün burada video çəkəcəm və YouTube kanalımda yerləşdirəcəm. Niyə? Çünki bölgələrdən gəlməyənlər var, amma bu günü sevənlər var. Onlar üçün çəkib hazırlayıram ki, bilsinlər, görsünlər burada nələr baş verir. Videomuzu uzatmayaq, gedək tədbirimizə. Çünki həqiqətən çox maraqlı maşınlarımız var, amma bu dəfə isə artıq demək istəyirəm ki, Geely M Grand'ımız buradadır. Bir dənə də buna qeyd edeyim ki, əslində 10.8 də burada olmalıdır C30. Sadəcə o plonka vururam üstünə. Hazır olmadı. Sonra isə qara F10'u gətirməliydim bura. Elə dünən axşam satıldı gecə saat 1-də. Amma F10'suz qoymayacağam sizi bugün. Çox eksklüziv bir F10'umuz da var burada. Gəlin gedək bir-bir burada tanış olaq görək nə maşınlarımız var. Çox ideal. Əminəm ki, bu mövzunu çox adam bilmir, amma mən istəyirəm ki, qardaş özü izah eləsin məsələni. Bəli, biz bu il inşallah Ferrari e-Sport Series-də debut eləyəcəyik ölkə olaraq və mən regional finala keçərək oktyabr ayının 25-i Ferrari yarışında və çempionatında iştirak edəcəm və ilk dəfə Azərbaycanı necə demişkən orada təmsil eləyəcəm. Və həmçinin də Azərbaycan Avtomobil Federasiyasının da burada böyük bir dəstəyi var, əməli var. Çünki biz bu yola uzun müddət gəldik və bəhrəsini gördük. Çox çətin. Onu bilirəm ki, çox çətin oldu, amma Azərbaycanlı gənclər üçün çətin sözünün heç bir mənası yoxdur. Niyə? Çünki biz nə istəsək onu da eləməyə qadir bir insanlar və onu eləyə bilərik. Buradan da yenə də Azərbaycan Avtomobil Federasiyasından təşəkkür edirik ki, bu şəraitləri bizim üçün yaradırlar ki, biz dünyaya öz səsimizi, bayrağımızı ucalda bilək. Demək olar ki, ölkənin ən sürətli 06-sıdır. Təbii olaraq ki, Azelo deyil, tam öz stilindədir və inşallah Time Attack'da görəcəyik. Azərbaycanın sevimlisi Dörtgöz və burada da indi tapın görün bu nədir? M5'dir, yoxsa Rəhmandır? və həqiqətən gözəlliyin. Vay, günəş imkan vermir uşaqlar görün. Maşınımızı görürsünüz, gözəldir. Sonra isə burada növbəti maşınlarımız var. Maşınlarımız çoxdur. Mən indi burada boşdur deyə. Niyə? Çünki hamı driftə yığışıb orada driftə baxır və mən istəyirəm hələlik burada rahat şəkildə maşınları sizə göstərim. BMW X7 var burada, Camaro'muz var burada, VAG Group var burada. Vay. Bu başqa leveldir, yəni biləsiniz bunu. Orxan buradadır, sonra isə Stas da buradadır. Bəli, iş bitmir ki. Bax görürsünüz. Və Mercedes'i sevməsəm də bu Kuzanı sevməmək olmaz. Düzgün deyil. Gördüyünüz kimi hamısı buradadır, gözəl şəkildə. Çox interesting bike'lar var burada. Baxın. Və görürsünüz də. Burada pilotlarımızın yeri deyil ki, hal-hazırda driftdədirlər, amma orada Zontik'in altında demək istəyirəm ki, çox ekskluziv maşınlarımız var. Gəlin elə buradan başlayayım bir dənə. Turbo GT var burada. Çox ekskluziv bir rəngi var Turbo GT'nin. Yəni tamamilə başqa bir segmentdir. Sonra isə burada Ferrari Roma'mız var bir dənə. Ferrari Roma'nın özünə məxsus bir dizaynı var, aerodinamikası var və ona görə də inşallah ki, bu Ferrari'miz Time Attack'da iştirak edər və mən çox istəyərəm ki, o görüntüləri sizlərlə də bölüşün, paylaşın. Sonra isə burada R8'imiz var. Yəni bu maşının sahibinin adını deməyə heç ehtiyac yoxdur. Bu avtomobilləri çox sevir və indi inşallah fikirləşirəm ki, çox maraqlı bir video Vako ilə çəkə və sizlərə də təqdim edeyim. Sonra isə burada rəngə baxın siz bir dənə. Demək olar ki, burada ancaq BMW-lərdir. Yəni burada incə bir dənə detal var uşaqlar. Bildiniz də bu yəni hansı BMW-dir. Gəlin maşının ön görünüşünü də sizə göstərim. Və finalda F10'umuz var. Çox qəşəng bir F10'dur. Xrom disklərdir. Kailoveri üstündə. Abicovkasına bir dənə fikir verin. Pasatkası öz yerində. Hər şey necə ideal şəkildə maşın durub. Gəlin bir dənə görünüşü belə də verim sizə. Və bu maşının arxa stoplarına da bir dənə baxın. Bu da maşının arxa hissəsidir. Bir dənə onu sizlər üçün izah edeyim ki, bu gördüyünüz stopları ilk dəfə Elçin Qıjın 11
buradan salamlayırıq. Qıcın 011 bu stopları öz M5-inə qoymuşdu vaxtı ikən. Yəni bu M5 F10 Kuza Azərbaycana gələn günü Elçin almışdı və öz maşınına da qoymuşdu. Elçinin ümumiyyətlə avtomobil zövqü, yəni yığmağı, tuning eləməyi həqiqətən çox möhtəşəmdir. Ona görə də Elçinin yeni bir C30-u var. O C30-u sizlər üçün çəkib paylaşacağam. Çünki o C30 elə belə bir C30 deyil. Deyə bilərəm ki, elə mənim C30-umun içi qarışıq, ölkədə bir nömrə bir C30-dur. Çünki insan gördüyü və hər C30-u idealdır. İdeal olmağın səbəbini sizə yanında izah edəcəm. Mənə tez-tez sual verirsiniz ki, bu lipaları hardan alırsan, kim verib sənə? Düz indi cildin içində də var. Gördüyünüz kimi səhifənin adı buradadır. Lipa 700 və səhifələrinə daxil olub oradan da sifarişləri verə bilərsiniz. Və bunu buradan qeyd edeyim ki, avtomobilin öz seriyasını, rəqəmlərini, yəni sifariş verə bilmərsiniz. Sadəcə olaraq sürvinir məqsədi ilə orada sifariş verə bilərsiniz. Hal-hazırda təqdimat olundu və indi bu dəqiqə Azərbaycan himni səslənir və biz hələlik burada dayanırıq ki, himn bitsin ki, pilotlar və maşınları da sizlərə bir-bir göstərilmə. Və artıq demək olar ki, burada pilotlarımız hamısı buradadır. Onlar için gözü bir alkışlar seslendirerek teşekkür ederiz ki Eşq olsun, eşq olsun. Canavarımız. Və artıq maşınlar start verməyə başlayırlar. Bəli, bu uşaqlar burada belə əziyyət çəkirlər. Qəşəng Niyaz, Balkanı qırdı. Balkanı qırdı. Qəşəng Balka qırıldı. Təbrik edirik Niyaza. Yox, Balka qırıldı. Diyan görün. Sərdim belə. Hədə Balkası qırıldı. Qırıldı, nə oldu ona? Diyan. Qol çıxıb altından. De. Çıxdı, stabilizator çıxdı. Təkər səhərdən görəm ki, belə. Hə, stabilizatoru çıxdı. Şo. De Niyaz burada. Gördün? Əsas odur ki, salamatçılıqdır. Qırıldı, düzələcək. Xarab oldu, düzələcək. Əsas mühərriki də bir dənə bizə dinə. Mühərrik LS2-dir, 6-2. Oy, da qırılmalıdır da. 560-600. Maşallah. Amma elə belə at gücündən deyil, o var, belə deyil. Aysa, ən çox artıq gücü olan. Stent atmışdır, şeylər, test eləmiş. Dyno testi var. Aha, Şo, bu əla. Oyda! Rəhman artıq ikinci dövrəsini vurdu və artıq yenə də maşında texniki problem yarandı. Bəli. Yenə nə oldu? Nə soruşdu? Onu da getdi. Gördüm. Gəlin uşaqlar bir yerdə incəliyə baxaq görən nə oldusu. Hər şey yerindədir. Rəhman! Hardan enişdə? Aha, bakın qapağı açıldı. Oradan zadı da yerindədir, hər şey yerindədir. Nə oldu, necə oldu, niyə belə oldu bilmədim. Raf Balkanı, bu da kanı. Bax görürsən, Gəl, evakuatör götür. yarışırlar, bir-birinə yarışırlar. Reyni də. Sındır barda.
Ne oldu? Zaklit oldu. Karda. Ha, все, təbrik edirik. Bugün də Rəhman kardanı qırdı. Deməli, deyirəm də, bu idman elə bilirsiniz asandır, çıxdı burada. O, to getdi, elə deyil. Əziyyəti çoxdur. Və uşağın əziyyəti çoxdur, bax görürsünüz. Əziyyəti də çoxdur. Elə belə deyil. Video çəksin. 40 dərəcə istidə. İdman növünü, bugünü sevənlər üçün bu videonu çəkirik. Keyf gəlməyənlər bunlara baxa bilsinlər. Mercedes vaxtıdır. Mercedes yoxdur burada. Yox. İndi bir dənə deyək. Elvin. Kim? Elvin. Hamlet keçəcək yoxsa Elvin? Hamlet. Ha? Təbii ki, Elvin. Oğlan şahı. Onların ikisi məndən sürə bilərlər. Tabii ki. Bax görürsünüz, bu kameranı fırladı. Bunu dildə yox. Asfaltda mən göstərəcəm ki, sürə biləcəm yoxsa düz deyil. Ona görə də reski beynimdə bir şey caq elədi. Onu sizə deyəcəm. Mən verəcəm. Ona görə də xəyala birinci startı biz veririk. Hazır olun. Bizə deyəcək ki, startı Hasan verir. Ona görə də. Start veririk. Hazır. Təbii olaraq ki, bugünkü xaladenikimiz isə baxılı cirimiz burada. Həqiqətən dəhşətli dərəcədə hissi var uşaqlar. Dəhşətli dərəcədə hissi var. Gimalımız da biraz sərinləsin. Əla olar. Bax, birincisi salam. Əleykümə. Bax, burada səsləri görürsən də. Bomba kimi də. At güclər hamısı 500, 600. Bax, burada da hamısı. Bunu göstərmə bu xahişlərin başqa məsələ. Baba, hamısı atları çoxdur. Gedər. Eşq olsun. Eşq olsun. Bəh. Çox hissidir. Çox hissidir. Həqiqətən. Bala deyə bala. Efirə də verdim təmas. Bomba kimi. Balaya baxın. Sən get, mən buradan yandıracam şunları. Diyan? Ne olur? Bırak sen get, mən buradan ışıqlarını yandıracam sənin üçün. Yaxşı. Mən onu sən zəng eləyəcəm ki, qapıları aç. Deməli, bura tədbirin başqa hissəsidir. Hoş gəlmişsiniz. Deyil, modelka qalır. Buradadır. Oy da, çox istidir. Yandırır artıq modelləri, onun üçün çox saxlaya bilirik. Bəli. Ona görə sənəddən də yığmağa baxsın. Məndə də çox istidir. Aha, deyən orada nə var? Daha. Gözəl. Əla. İnşallah daha sərrəsiz şeylər, evindən daha. Prius'a var. Buna nə olubdu? Qəşəng. Dubaydan Prius gəlir. Bəli, uşaqlar, bizim tədbirimizə Dubaydan gələn qonağımızdır. Deyəm, nömrəsini oxuyayım. Şarcadan gəlir. Qonağımızdır, xoş gəlib. Ərəblər də artıq gəlirlər bura. Və görürsünüz. Sırf Drive Show tədbirinə görə ərəblər gəliblər bura ki, burada iştirak eləsin. Mercedes'in başqa növüdür uşaqlar. En güzel aşklar Opel'le başlar. Opel Azərbaycanı biz təmsil edirik. Qırmızı Opel'lə. Bəli. Aksafa Edition. Qəşəng. Həqiqətən bu səfər doğrudan çox fərqli maşınlar gəlib uşaqlar.
Oo, Azelo var imiş burada. Bir an görün. Bir an girə Peredokun içine. Güzeldi ya. Ne var orada? Su var. Şu, ya. Deməli su varsa Azelo ölmüyor. Ona göre su ver kardeşim. Couple bottles. She said she'll always be mine. That's why I cook for and wife, but now that's too sick. Besti Şekir. Hosro düşün. Sesiniz gelsin. Hosro seni çok hoş verdik. Sağ ol, sağ ol. Sağ ol, var ol. Bəli. Var Azelo yoksa yok. Azelo? Yoxdur. İnşallah İqbal'la bir dənə tez danışın. Narahat olmayın. Bana olmayacaqsa İqbal'la tanış olub. Bu səfər İqbal Drive Show başqa levelləri. Çox sevdim, çox bəyəndim. Uğurların davamı olsun. Çox sağ ol, var ol. Sağ ol. Baş bunlar nədir qoş? Salam aleyküm. Kardeşim bunlar nədir? Ətir canlıca. Liftirən zaman ətir canlıca. Oo, gözəl. Uşaqlar, deməli Fərid bizim ürəyimiz, canımız drift eləyəcək və qardaş da dediyi kimi bir ətir düzəldi. Çox maraqlı bir şeydir. Yəni izləyək. O ətir nədirsə düzəltdi. Onu mənə verəcəksən. İnşallah alınsa səndir. Alındı, alınmadı, mən onu istəyirəm səndən. Qardaş iddia eləyir ki, Bəli. qardaş iddia eləyir ki, sən drift eləyən zaman mən parfum düzəldəcəm. Aha. Mən də deyirəm bu çox çətin olacaq sənin üçün. Amma iddialıdır. Məncə Fərid, bu ətirin adını indidən qoymaq lazımdır. O adı da sən qoy. Ətirin adı nə ola bilər? Fərid 079. Şo, Fərid 079 ətrini gələn həftədən alıb istifadə edə biləcəksiniz. Uğurlar olsun Fərid, uğurlar olsun. Hamısı burada. Yaşa! 1, 2, 3. Ay sağ, gangsi. Her olan yerde başka şubet olur. Daha parkta. Onda belə dur, qəşəng. Ha, getmə. Ha. Gangsi. Qəşəngsən qardaşım. Sən Hamleti bir dənə incidə bilərsən orada. Sən yüngül incidə bilərsən. Deməli uşaqlar bu videonu izləyin. Aha, Hamlet deməli arxada durur, Elvin də qabaqdadır. Məncə səbirli olun, mən bir dənə aləmə qatım bir-birinə. Hamlet bəy, sizdən bir ricamız olacaq, xahişimiz var. Elvini biraz sıkıştıra bilərsən, hə? Uğurlar olsun. Hamlet bizim ürəyimizdir, Elvin də həmçinin. Yəni adama bayağı baxın, yaraşıqdır, başdan ayağa yaraşıqdır. Buna bax. Ay. Rəhmanın sürüşlərini hamı sevir, istəyir. Rəhman, sənə uğurlar olsun. Yəni sənin sürüşün tamamilə yeri başqadır. Red Bull'u da axıra kimi oturub hamımız baxmışıq. Sənin sürüşün çox qəşəng bələdidir. Uğurlar olsun, mən özüm şəxsən sənə balet edəcəm. Var o. Mənim canımdır da bu oğlan. Bu oğlanı mən çox istəyirəm, hədsiz dərəcədə. Çempionumuzdur. Bu da maşını. Söhbətin varsa. Hə? Nə oldu? BMW motor belə, nə bilim, burada BMW-dən BMW motor belə. Hayda, mən bildim hansı söhbət eləməsi. İnşallah gözün driftini eləsin, bu söhbəti eləyəcək Pərvizinə. Düz deyir ha? Adam düz deyir. Həməşə BMW motoru birinci yer tutub, bu səfər isə Toyota. Toyota deməli Pərviz deyərdi. Aha. Müəllim, bu səfər hansı mühərrikdir? Səfər edə 6-2 RS. Oy, da qəşəng. Maşına bir dənə bax ha. Bildinizə hansı dizayndır?
Deməli uşaqlar, Xəyalın səhifəsini etiketləyirəm. Zəhmət olsa girin baxın. Bir dənə videolar paylaşır. Səviyyə. Həqiqətən sürüşü də gözəl. Ustaçılığı da gözəl. Videoları da gözəl. Uğurlar olsun. Çox. Deməli, burada hər şey tamamilə nəzərdə alınıb. Yəni, Allah göstərməsin, hər hansı bir hadisə baş versə, burada yanğın söndürən də bizim yanımızdadır, polislərimiz də yanımızdadır və təcili tibbi yardım da bizim yanımızdadır və hətta burada evakuator da bizim yanımızdadır. İnşallah ki, hər hansı bir hadisə, hər hansı bir narahatçılıq, dilxorçuluq baş verməz və günümüz salamatçılığıyla da bitər.